şəhid ataları, şəhid əzizləri, şəhid yaxınları. Allah sizləri var eləsin, Allah sizləri hifz eləsin, Allah sizləri ölkəmizə, xalqımıza, millətimizə, vətənimizə çox görməsin. Bugün Abdullahın və Abdullah kimi şəhidlərimizin anım günləridir. Abdullah, Rüfət, Sabir, Fərhad, Bəxtiyar, bu şəhidlərin anım günlərində, mövlud günlərində, tədbirlərində danışmaq həqiqətən çox çətindir. Ümumiyyətlə, bütün şəhidlərin tədbirində danışmaq çətindir, amma bu şəhidlərin tədbirində danışmaq çətindir, çətindən də çətindir. Amma bir məsələ vardır ki, biz hamımız inanclı insanlarıq, müsəlmanıq, burada Quran ayələri oxundu, biz getdik, şəhidlər xiyabanını ziyarət elədik. Bu bizim inancımızdan, əqidəmizdən irəli gəlir. Burada eləşən hər bir insanın Allaha inamı var, etiqadı var. Ölüm deyilən bir şərbəti hamı dadacaq və hamının da ahirətə inamı var. Bu dünya müvəqqətidir, insanlar burada müvəqqəti yaşayırlar. Amma bu dünya ahirətin qazanc zəmisidir, tarlasıdır. Burada nə qazanarıqsa, ahirətdə biz onu görəcəyik. Biz hamımız bu dünyanın vida edəcəyik. Gec, tez, hər hansı bir yaş vaxtımızda dünyanın vida edəcəyik. Şəhidlərimiz, bu nuruna, işığına yığışdığımız şəhidlərimiz 18, 19, 20 və daha çox yaşlı olan şəhidlərimiz az bir ömürdə 18 il, 19 il, 20 il daha çox olsun. Yəni bu az bir ömürdə öz adlarını Azərbaycanın ən yeni tarixinə, qanları ilə, qızıl hərflərlə yazdılar. Onlar həm bu dünyada, həm ahirət dünyasında ən uca məqam sahibləri oldu. Bax, bugün 5-ci il dönümdür şəhidləri. Anılır, yad olunur, zikr olunur, onların haqqında danışılır. Bayaq şəhidlər xiyabanında onun müəlliməsi danışırdı. Deyir ki, şəhidin bir qədər dolu uşaqdır Abdullah, anası gündə neçə dəfə məcbur olurdu ki, onun paltarlarını dəyişsin. Tərliyirdi, paltarlarını dəyişirdi. Analar bu cür olublar, bu övladlar üçün bu cür can yandırıblar. İlla da ki, evin tək övladı olasa, bax bu hər dəfə danışılır, söhbət olunur. Düzdür, indi biz artıq qələbə qazanmışıq, zəfər əldə eləmişik, artıq bir qalib xalqıq, müzəffər bir xalqıq, biz hamımız xalq olaraq bütün peşə sahibləri ölkə rəhbərinin ətrafında bir yumruq kimi birləşdi və o yumruq düşmənin başını əzdi. Bugün artıq biz ərazi bütövlüyümüzü təmin etmişik. Bu şəhidlərin canı qanı hesabına, qazilərin canı qanı hesabına, əskər və zabitlərimizin, ümumiyyətlə xalqın birliyi sahəsində biz bugün artıq Xankəndinə də gedirik, başqa bir ölkəyə də gedəndə başımıza gedirik, şəhidlər xiyabanına da başımıza gedirik. Bütün bunları bizə bəxş edən, əlbəttə ki, bizi yaradan, bizi xəlq edən Allahımız və Allahın bu xalqa bir lütfi idi, bir zəfər lütfi idi, bir qələbə lütfi idi, bir müjdə xəbəri idi. Bu xalqa 30 il o həsrətə son qoydular. O müjdə xəbərini bizə gətirən o bu şəhidlər idi. Biz hər dəfə bir kəndimiz, iki kəndimiz və ya bir qəsəbəmiz işğaldan azad olanda nə qədər sevinirdik. Və sonda düşmən kapitulyasiya aktına imza atdı və öz məğlubluğunu etiraf elədi. Artıq bütün rayonlarımız, düşmən tapdağında olan rayonlarımız düşməndən azad edildi və sonradan antiterror əməliyyatlarında biz bütün suverenliyimizi əldə etdik. O vaxt yadımdadır, şəhərin hər bir sahibi icra hakimiyyətindən tutmuş ən xırda vəzifə sahibinə kimi hamı, bütün idarə müəssisə rəhbərləri şəhidlər xiyabanında şəhidlərin ziyarətini iştirak edir. Və bugün də bu ənənə davam edir. Mən bayaq orada qeyd elədim, gün cümə günüdür, bərəkətli bir gündür, rəhmət dolu bir gündür, məğfirət dolu bir gündür, dualar qəbul olunan gündür. İlla da ki, belə bir insanlar, müqəddəs insanlar mübarək, müqəddəs bir məkanda dua edərlər. Dua edək ki, inşallah Allah Teala xalqımızı, millətimizi, ölkəmizi
dövlətimizi, vətənimizi qorusun, üstəyici bayrağımızı daim uca eləsin. Və bayaq qeyd elədim, əgər bizim ahirətə inanmamız, əqidəmiz varsa, hər kəs ki, ahirətə, qiyamət gününə, Allahın hesab gününə inamı varsa, bilin ki, yəqinə bu şəhidlər bizim xilaskarımız olacaqlar. Orada bizim əlimizdən tutacaqlar, bizim köməkçimiz olacaqlar. Çünki bu şəhidlərin bu qədər uca məqamı var ki, Allah Quran-ı Kərimdə buyurur ki, La təhsəbənnəl-ləzinə qutlu fi səbillah ənvadən bəl əhyâun illə Rabbihim yurzaqun. Ölü demeyin, ölü hesap etmeyin, Allah yanındadılar, Allah katındadılar, Allah'ın ruhusundan gidananlar. Bunların məqamı bu kadar uzadı ki, Allah'ın müqəddəs peyğəmbərləri, mübarəklər, imamlar, əgər oturan yerdə olarsa, bunlar ayağa qalxır. Mini üzərində olarsa, bunlar minidən düşərlər. Bunlara ehtiram edənlər, Allah'ın sevib seçdiyi peyğəmbərlər, imamlar, şəhid üçün bu qədər hörmət, izzət göstərənlər. Və bizlərə də borcdur ki, biz şəhidlərin həm özlərinin hörmətini, izzətini qoruyub saxlayaq, həm onların yaxınlarının, doğmalarının əzizlərini. Yəni, şəhidlə bağlı əgər biz danışmaq istəsək, sözlər çoxdur. Yetər ki, insan bir qədər Allahla öz arasında razılıq eləsin. Bugün bizim həm cismimiz üzərimizdədir, həm ruhumuz. Amma bir gün cismimiz olmayacaq, ruhumuz olanda biz onda biləcəyik ki, şəhidin hansı məqamı varmış.